Azərbaycan Xarici İşlər Nazirliyi Niderlandın Türkiyəyə qarşı hərəkətini qərəzli və ziddiyyətli adlandırıb. Bununla bağlı bəyanat yayıb. Bildirilir ki, bəzi Avropa təsisatları, xüsusilə Avropa Parlamentindəki bir sıra dairələr, həmçinin Niderland hər fürsətdə əsaslı şəkildə digər dövlətləri tənqid etməkdə, başqalarını irad tutmaqda adətkarlıq edir. Bəyanatda Avropada yayılmaqda olan İslamofobiya, ksenofobiya və ayrı seçkilik kimi neqativ meyllərin aradan qaldırılması, multikulturalizm, dözümlülük, dialoq və anlaşmanın təşviq edilməsinə xüsusi ehtiyac olduğu deyilir. Siyasi icmalçı Hikmət Hacızadə deyir ki, burada həm narahatlıq, həm də ciddiyyətli məqamlar var. Amma nazirliyin bəyanatından Azərbaycanın da avtoritar rejim olduğu və avtoritar müttəfiq tapdığı görünür. Stat: Bəyanat Azərbaycan hakimiyyətinin özünü və yaratdığı avtoritar üsul idarəsinin müdafiəsidir. Yəni Azərbaycanda insan haqları pozulmur, qərəzlisiniz, dövlətlərə ikili standartlarla yanaşırsınız. Nəinki bizə, hamıya qarşı beləsiz. Statın sonu. Ali Məhkəmə xüsusi təyinatlı polis dəstəsinin üzvlərinin şikayətinə baxacaq. Şikayət aldıqları ömürlük həbs cəzasının 20 illə əvəzlənməsi ilə bağlıdır. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov bu cəzanın dəyişdirilməsini istəyir. Vəkil Elçin Sadıqovun bildirdiyinə görə aşağı məhkəmələrin qərarından verdikləri kassasiya şikayətinə martın 14-də baxılacaq. 2017-ci ilin yanvarında Azərbaycanda banklar 121 milyon 520 min dollar satıblar. Məlumat Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd olunub. Bildirilir ki, əvvəlki aylarla müqayisədə dollar satışı 11,7%, 2016-cı ilin yanvarına baxanda isə 3,2 dəfə azalıb. Yanvarda banklar 58 milyon 240 min dollar alıb. Bu göstərici də 2016-cı ilin dekabrından 2 dəfə, ötən ilin yanvarından isə 3,8 dəfə azdır.